Herkese salam uşaqlar, necəsiniz? Var ümid edirəm ki, yaxşısınız. Bugün sizlərlə bir yerdə tam fərqli bir video ilə qarşınızdayım uşaqlar. Bugünkü videomuzda sizlərlə bir yerdə YouTube'da qlobala çıxmağa çalışacağıq. 7 gün ərzində sizlərlə bir yerdə sadəcə shorts videolar ataraq sıfırdan bir kanalı necə bir vəziyyətə gətirə biləcəyimizə baxacağıq. Like atıb abunə olmağı unutmayın. Əsl kanalımıza da abunə olun. Bəlkə bilmək olmaz, o kanalda davam elətdirə bilərəm. Uşaqlar, uzatmağa keçmədən, nə danışıram Allah. Uzatmadan geçək videomuza. İlk növbədə girək bir dənə YouTube'a. Ne edəcəyik? Sıfırdan təbii ki də YouTube kanal açacaq. Bura bir dənə gəldik, hesab dəyişdir. Buradan bir dənə şeylə bu plusa basdırıq bir dənə. Gözləyirik. Bilgilər kontrol ediliyor deyir. Bizdən barmaq izimiz istəyir. Bunu basdırıq. Barmaq izimizi oxuduq. Gözləyirik və gördünüz. Telefon, posta və ya da elə bir şey. Gəldik buradan hesab oluşturuna. Buradan kişisel kullanım için. Buradan gəldik məsələn adımıza nə yazaq? Hikmet yazaq və yaxud yazaq. Soyadda Aslanov. Sonra buradan gəldik. 13. Nəyə girdim? 13 Eylül. Məsələn özüm ili böyük tullayacağam məsələn çünki hesabımız 18 yaş plus göstərsin deyə çox böyük. Həmişə də vəbşi mənim bütün demək hesablarımı 2001 tarixini açıram. Hoşuma gəlir. Buna erkək deyirik, bir dənə də sonrakına basaq. Buradan görürsünüz sizə Gmaillər verir. Mən kişisel Gmail istifadə edəcəm indi. Buraları sansürləyəcəm, görməyəsiniz. Bunda bir dənə bir dənə də SS elədim. Burada bir dənə şifrə girək. Şifrələr falan hər şeyi sansürləyəcəm. Biləcək. Vəssalam. Bir də şifrə istəyəcəm görək. Vəssalam və buradan sonrakini bastıq və buradan gələyən aşağı kabul ediyorum deyirik. Gözləyirik. Kabul edilsin. Hesabımız açılsın və hesabımız açıldı. Buradan gözləyək və buradan bilgilər, buradan bir dənə çıxış veririk. Yəni bir dənə arxaya basırıq ki, çıxış versin. Bir dənə doğrula buradan çıx. Gördüğünüz kimi gözləyək bir dənə çıx. Baxın təmiz sıfırlayaq. Bir dənə butona dəymə. Gedək bir dənə təzədən YouTube'umuza gözləyək. YouTube'umuzun açılmağı için zəifdir. İndi buradan bir dənə keçid eləyək. Digər hesablarımızı falan göstərməyəcəm. Promoyu hesaba keçid eləyək. Deyəsəm bax budur. Hesabımızı açmağı bacardıq. Gördüğünüz kimi hesabımız artıq açıqdır, amma sadəcə o qalıb ki, buradan da əlimə girdi. Bir dənə YouTube kanalımızı açmaq qalıbdır. Buradan bir dənə giririk bura. Burada görürsünüz kanal oluştur yazılıbdır adımızın altına. Buraya bir dənə basırıq. Məsələn resim var, ad var. Adımızı məsələn belə qoymayacağam. Global, yəni oyun videoları atacağıma görə bacardığımız qədər, yəni yadda qalan bir şey qoyacağıq. FF Pro 1K FF Pro 1K ya da vəbşim SNS az full eləyək. SNS az full. Beləcə bir şey elədim. Vəbşim biraz da dizayn yazaq. SNS az full vəssalam. Qəşəngcə dizaynına bir şey yazdıq və bunu kayd elədik. Sonra hər kəsə axtarış adı, yəni belədir. Bunun arxasına məndən sizə demək, yəni belə bir rəqəm falan yazsaz rahat çıxar da kanalınız. Beləcə yazırıq. SNS az full və 100k. Bunu da kayd eləyirik. Profil fotoğrafını sonra özüm düzəldəcəm. Buradan kanal oluştura bastıq və kanalımız yaradıldı gördüyünüz kimi. Bir dənə artıq kanalımız oluşturulub. Hala video yoxdur. İndi nə edəcəyik? Çıxırıq buradan, giririk bura. Buradan InShot Pro'muzu tıklayırıq. InShot Pro'muzdan buna close, bir dənə giririk buradan video yerinə. Bunları icazə verək çünki silib yeni yükləmişdim. Buradan videolardan edit eləyəcəyimiz videoyu seçirik. Və mən də qısaca bir dənə shorts videosu yığım tez InShot Pro'muzda. Bir dənə elə shorts yığım atım və 7 gün bacardığım qədər arxa-arxaya bu kanala video atacağım. Bütün yəni irəliləşləri sizlərlə baxacağım və bu kanala da keçib abunə ola bilərsiniz. Bu videoyu atdıqdan sonra onun xəbəriniz olacaq. Nəysə, bir dənə video falan yığım gözləyir.
Yeah, that's French bitch, UPS, FedEx, packet that shit. All about the cloud, real imposter. Lost her, she slid up in my DM, then I sauced her. Oops, boss up, ain't nobody like me, so don't act like you like me. Cloud, 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 real imposter. Lost her, she slid up in my DM, then I sauced her. Oops, boss up, ain't nobody like me, so don't act like you like me. Cloud. Gəldik uşaqlar. Bu videolar 100% sansürləmək lazımdır. Hər nəsə, buraya yazırıq ki, FF logo yazaq. FF logo. Allah, logo yazaq da elə. FF kanal logo falan, yəni bir şeylər yaza bilərik. Amma FF logo yazırıq. Görürsüz, bir çox logolar çıxır artıq burada. Hətta bu xoşuma gəldi, qəşəngdir. Allah, buydu mu ki? Əlində silahlı qaqaş, bu yaxşı idi. Bunu bir dənə götürək, uşaqlar gözləyək. Bir dənə kalitesini yıxsın, fotoğraf kaliteli olmasa pis olar və kalitesiz dəqiqətən. Bəlkə bu kaliteli olar. Uşaqlar, təəssüf ki, bu da kalitelidir. Gözləyirik, baxaq bir dənə normal kalitesini tapana qədər davam. Bunlar kalitesizdir hamısı. Baxaq, logo maker, Allah'ın başını bırak. Yazılı, bizə yazısız bir şey lazımdır. Anime FF logo yazılır. Görək indi nə çıxa bilir. Normal bir dənə şey çıxır. Hətta bunu götürək, altına bir dənə yazı yazaq. Aha, şükür, bu kalitelidir. Bunu bir dənə basılı tutuq və resmi endiririk və buradan çıxış edirik. İndi gəlirik uşaqlar yenə InShotumuza. InShotda bu dəfə buradan keç, buradan ev şəklindən basaq çıxaq. Buradan fotoğraf seçiminə gəlib, buraları sansür. Bir dənə bu logomuzu seçirik. Bu loqonu indi heç bir şeyinə toxunmadan, hətta biraz qısa bilərik belə, çünki bilirsiniz ki, YouTube'a qoyduqda biraz qısalır da şey. Bizə ehtiyacımız olan indi nə olacaq? Görürsüz, burada çərçivə var. Bu çərçivənin dairə formasına gətiririk. Bu da bizə elə demək olar ki, YouTube'a nə istəyir o formada da gedəcək. Bunu fonunu 100 eləyirik və salam. İndi kənarları qalsın. Biz altına indi yazı yazacaq. Nə yazısı yazacaq? Kanalımızın adı nə idi? Heç kanalımızın adı yadıma gəlmir. Bir dənə, Allah, kanalın adını nə yazmışdıq səncə? Bir dənə nəsə yazmışdıq. SNS az full eləyək. Bir dənə SNS az, bir dənə də tre full. Belə bir şey elədik. Bir dənə bunu düzəldək, kənarını qaralayaq biraz. Belə kənar qara. Belə görünürlüyünü çox eləməyək. Bu formada kölgələrini falan biraz qaraldaq. Buralarını qarald, belə. Biraz daha qarald və salam. Hətta biraz qırmızı versək rahat seçilər, amma belə. Yox, çox oxunmasın. Bunda bax belə yox. Parlama verək biraz. Parlamayı ağ rəng verək bəlkə. Ağ rəng zordur. Yox. İndi bir dənə də bura gəlirik, bir də marker və belə düzənliyə gəlirik. Burada AA yazılan yerə basaq və buradan yazı stilini seçək bir dənə. Burada düzdür, InShot Pro çox bir şey yazı formam yoxdur və bir dənə də düzənliyə girək. Burada rənglər və burada effekt yox, bura gəlirik. Buradan bir dənə biraz bax belə əyəcək, tərsinə əyəcək ki, bax belə altdan yuxarı olsun. Biraz da belə aralayaq yazıyı və biraz daha əyək. Yəni bax belə olsun. Bunu bu formada görürsünüz. Adamımızın altına yerləşdi. Hətta biraz açsaq yaxşı olar bunu. Bir dəqiqə. Bir balaca açaq. Oy özlüdür. Qəşəng. Gördüyünüz kimi yapışdırdıq bax beləcə. Bir dənə də bunu qayd eləyək. Gördüyünüz kimi qayd elədik. Arxa fonunun fotosunu da bilmirəm indi düzəldim, düzəltməyim. Düzəldərəm hətta onu da. Gəlirik bir dənə buradan kanalımıza. Bura bir dənə, bura yox da. Bir dənə bura qələm şəklinə tıklayaq. Bura bir dənə keçək. Buradan galeri, hətta görsənirdi buradan. Bura bunu seçək. Bunu belə böyüdürük. Görürsüz də ağ yerindən bərabər eləyək. Bir damcı böyüt. Belə də ola bilər. Biraz da qısaq, biraz da böyüt. Özüdür. Resmimi qayd edirik beləcə. Gözləyirik resimimizin oraya düşməyini, yəni şəklimizin oraya düşməyini gözləyirik. Hətta arxa planda da bir şeylər düzəldəcəm, ona qədər gözləyib bir nə tər olur baxaq. Bəlkə kiçik olursa biraz daha böyüdə bilərəm. Hə da belə idi, qəşəng. Düzəltməyə bacardıq, qəşəng oldu.
İndi nə edəcəyik uşaqlar? İndi bir dənə video atmağa çalışaq. I'm not gonna lie to you kids, it's a fucking jungle out there. Keep your head on tight, unknown brain and mind me, baby, let's do it. Y'all see me flying, never drop down, smoking high, I am not round, I'm not round, no denying what I got now. Çəkək. Buradan qələm şəklinə basaq. Bir də normal yeri tapaq. Harda yaxşı kafa falan gedib soranı axtaraq. Bura nətərdir? Bir dənə burana baxım. Kaliteli, Allah, kalite falan yoxdur burada. Yaxşı görsənmir. Bir dənə bu formanı qoyuram bura. Oldu beləcə. Qəşəng görsənir. Buranı da belə hayır eləyirik. Uşaqlara özəl atmırıq kitliyi. Siz ata bilərsiniz, amma atmasaq yaxşıdır. Buradan ilgili videomuz yoxdur daha düzü. Çünki hələ onları iptal elə. Bir dəqiqə qaqa buradan sil bunu. Sonra ücreti hayır. Allah bir dəqiqə. Hayır. Buradan çıx. Və ilk videomuzu atmaq istədiyimiz yerə bir dənə başlıq yazırıq. Nə yazaq? Free. Hətta belə yazmayaq. Free. Nə yazaq? Team. Nə yox, team yazmayaq. Clan vs yazacaqdım. Bəlkə başqa bir şey yazaq. 1 vs 1 pro player. Всё. Qəşəng yazdıq. Arxasına bir iki dənə belə keşfet şeyləri qoyacağam. Keşfet. Olsun elə bu. Yox, bunu yazmayacağam. Dayan, bir dənə bunu yazaq. Keşfetdə beni önə keşfet. Olsun da nə bu. Sonra yazırıq for you. Yəni sənin üçün. Bura gəlirik. Başqa Free Azərbaycan və bir son olaraq da Free Türkiyə və salam. Bütün bunları yazdıqdan sonra artıq videomuzu atmağa gözləyirik. Yəni getsin kanalımıza. Hətta bu dəqiqədən sonra arxa planda düzəldə bilərik. Belə çatpat bir dənə tez arxa planda düzəldə bilərik. İstəsəniz görürsüz, gedir hələ videomuz. Bir dənə keçirik yenə Google-a. Play Store nə idi ala? Google-a keçirik. Bura bir dənə nə yazırıq? Hətta Canva-dan deyə bilərik. Kanal resmi. Buradan bir dənə Canva-dan keçək eləyək. Bir dənə Canva-dan tez düzəldim buradan. Burada görürsüz. Boş kanal resmi oluştur falan. Kanalın arxa logoları falan göstərir. Bunları özünüz üçün dəyişə bilərsiniz. Biz elə belə bir dənə mırta bir şey qoyaq. Nəyə qoyaq? Bunun yazısını dəyişib bunu qoya bilərəm. Qaqa sən canım belə promo ilə də bir də Google-dan indi gəlib bir dənə bunu. Buradan bir dənə hansıydı o bayaq dedim bu qəşəngdir. Onu bir dənə tapım. Bu zordur. Yenidən giriş eləmək istəyir. Çox sağ ol həqiqətən. Hətta bu formada görs yazıya tıklayırıq. Burada düzənliyə gəlir. Düzənliyə basırıq. Vaxt məndə işlətmirəm. Yazırıq buraya. Hətta kiçik hərflə SNS az. Hətta belə eləməyək. Bir dənə bura nəsə işarə qoyaq. Bunun editi mənə pul nəziyyət verəcək də. Artıq kanalımıza getdi və bir görüntüləməsi var videomuzun. Bir dənə arxa planda düzəldəcəyik buranı. Bura gəlirik. Fotoğraflar arasından seç. Fotoğrafı seçirik. Ay sağ ol. Düz oralar falan görsənmir. O televizor falandır. Əsas yerləri görsənir. Yazı falan olan yerləri görsənir. Artıq nə görsən? Bu videonun gedən yeridir. Bura heç. SNS full oldu özü. Oyun videoları, canlı yayınlar və daha fazlası. Oldu qəşəngcə uşaqlar kanalımız. İlk shorts videosunu saat nə bilim neçədə atmışıq. Keçib yan Gmaillərimə falan heç birindən bəyənməyəcəm. Sıfırdan bu hesabdan artıracağam.
Hə uşaqlar, ilk videomuzu kanalımızın ilk videosunu atdıq. Kanalın bütün zirzibil düzenləmələrini elədik. Əgər dostlarınızla falan paylaşıb kanalınızı izlədib abunə elətdirə bilərsiniz dostlarınızı. İlk shortsumuzu atdıq, hətta shortsumuzu belə sizə göstərim bir dənə. I still got my whistle about me, keep my shit low key though. Asking about a feature, but my shit costs like 2 kilos. Asking about your bitch, little boy, she stuck down on her knees. More money, more problems, more drugs inside my stomach. Even though I keep on running, I still end up on wanted. Miss Benzo with Cody, I feel like I be floating. I'm dying and they know it, only see what I'm showing. More money, more Nəysə, bu shortsda bax belə idi. Bilməm, bəlkə mahnılarını falan olan yerləri editdə falan götürərəm. Çünki əsl uzun videom telif yeməsin. Yəni o boyda video çəkib bir dənə telif yedirtdirə bilmərəm. Hələ bu videonun davamı olacaq. Əgər bunu belə bəlkə part 1 kimi ataram və sonra hər gün bir video atdığımda part 2 kimi yığa bilərəm. Əsas ilk növbədə kanalın qurulmağı və ilk videonun atılmağıdır. Görürsünüz, atdım və dostlarınızla paylaşıb hətta kanalınıza abunə falan yığa bilərsiniz. Telegram qruplarında, nə bilim, başqa YouTuberlərlə birlikdə video falan çəkib, yəni irəli gedə bilərsiniz. Hər nəysə, bu part 1 belə idi. Bunun editi məni o spolunu yoracaq. Obşim da uşaqlar, like atıb abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Bir sonraki videoda görüşmək üzrə. Kanalımızı görürsünüz, abunə ola bilərsiniz. Like atıb abunə olmağı unutmayın. Part 2-sini istəyirsə yorumlarda bildirin. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın. Never drop down, smoking high.